Kimisə Allaha ibadətə məcbur etmək olarmı? Nəql olunub ki, Əbu Hüseyn adlı Mədinəli bir kişinin 2 oğlu vardı. Mədinəyə mal gətirən bəzi tacirlər onun oğlanlarını xaçpərəstliyə dəvət etdilər. Onlar da həmin tacirlərin təsiri altına düşüb xaçpərəstliyi qəbul etdilər və tacirlərlə birlikdə Şama getdilər. Pərişan və narahat halda olan ata Həzrət Məhəmməd sallallahu aleyhi və səlləmin yanına gəldi. İsrarla xahiş etdi ki, oğlanlarını geri qaytarmaq üçün ona kömək etsin. Hətta məcburi şəkildə olsa da oğlanlarını geri qaytarsın. Bəqərə surəsinin 256-cı ayəsi nazil oldu ki, Lə ikrahə fid-din. Dində ikrah yoxdur. Yəni dini qəbul etməkdə zəhlə tökmək, məcbur etmək, zorla qəbul etdirmək prinsipi yoxdur. Adətən ayənin bu hissəsini dilə gətirirlər. Lakin axı ardı da var. Niyə? Qad təbəyyənər rüşdü minəl qayy. Çünki artıq doğru yol azğınlıqdan ayırt edilmişdir. Bəli, haqq gün kimi aydın olduğu halda kimisə daha niyəsə məcbur etmək yersizdir. Hər kəs öz seçimini edir. Həzrət Peyğəmbərin belə buyurduğu nəql olunub. Həqiqətən bu din mətin, yəni möhkəm təməlli, dərin bir dindir. Ona yumşaqlıqla daxil olun. Allaha ibadəti Allahın bəndələrinə zorla sevdirməyə çalışmayın. Peyğəmbərdən o tərəfə kimsə var? Yunus 99-da oxuyuruq. Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı mütləq iman gətirərdi. Əfə əntə tukrihun nəsə həttə yəkunu müminin. Məyər sən insanları iman gətirməyə məcbur edəcəksən ki, mütləq mömin olsunlar. Bu iş hətta Peyğəmbərə də qadağandır. Diqqətli olaq.